Hörmətli izləyicilər, Könüllü İctimai Nəzarətçilər İctimai Birliyinin Qazax Təşkilat nümayəndəsi olaraq mən bugün Qazaxımıza gələn, doğma diyarımıza gələn qonaqlarımızı qarşıladım. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Raziyə Kamil qızı və eyni zamanda uzaq Rusiya torpağından Rostov şəhərindən gəlmiş xeyriyyatçı xanım Leyla xanım Əhmədova Qazaxımızın bizim qonaqlarımızdır və qonağımız bunların bir missiyaları var. Bütün şəhid ailələrini ziyarət etmək, şəhidlərimizin muzeylərini ziyarət etmək, onlar haqqında kitablar yazmaq və o kitabların çıxarılması, şəhid ailələrinə təqdim edilməsi və bugün qonaqlarımızı Qazax rayon Yuxarı Salahlı kəndindən olan Abdullayev Taleh Temirazoğlu, şəhidimiz 44 günlük vətən müharibəsi şəhididir. Şəhidin ata ocağında olduq və anası Şəhmən anaya öz təsəllilərini verdilər, Şəhmən ananın yanında oldular. Yəni, ən ağır, acılı günlərdə belə biz hər zaman şəhid ailələrinin yanındayıq. Şəhidlər bizim qürurumuz, əbədi ant yerimizdir, onlar unudulmazdırlar. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm, şəhid ailələrinə isə səbir diləyirəm. Anamızın əllərindən öpürəm. Sağ olun. Allah sizə, siz əstağfurullah. Allah sizə səbir versin. Salamın adını anıb gəlirsiniz. Borcunuzdur, hər zaman borcumuzdur. Çox sağ olun ki, uzaq torpağı o qədər yolu qət edib, məhz şəhidlərimizi yad etmək üçün başımızın tacıdır, borcumuzdur. Çox sağ olun, var olun. Məkanları cənnət olsun, vətən sağ olsun. Vətən sağ olsun.